Onu əvvəl sonra kəsərsən orada videoda, yaxşı. Əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün bu vergi məcəlləsinə aid 41-ci video dərsimizdə biz fiziki şəxslərin gəlir vergisinin ödəyiciləri, mənfəət vergisinin ödəyicilərin göndərməli olduğu cari arayışların praktik cəhətdən göndərilməsinə sizə bəhs edəcəm. Deyək ki, bu cari arayış, bundan öncəki 6 video dərsimizdə biz mənfəət vergisi haqqında bəhs etdik. Əslində biz keçməli idik mənfəət vergisinin bəyannaməsini praktik göndərməyinə. Amma axırı mənfəət vergisindən bağlı axırıncı dərsimiz olan cari arayışlara, cari vergi ödəmələrinə baxaq. Ondan sonra o biri dərsdən mənfəət vergi bəyannaməsinin praktik dərsinə baxarıq. İlk öncə onu deyim ki, bu video dərsimiz 2 hissədən ibarət olacaq. Biri ümumiyyətlə heç bir baza biliyi deyək ki, olmayanlar üçün olan video, cari vergi deyək ki, ödənişlərlə bağlı. Heç bir baza biliyi deyək ki, olmayanlar üçün, deyək ki, ikinci videoda müəyyən baza bilikləri olanlar üçün. Çünki bu deyək ki, cari vergi ödənişləri arayışıdır. Məsələn deyək ki, heç bu məsələnə deyək ki, gəlmir. Yox, bircə dəqiqə. Deyək ki, bu cari arayışın doldurulması, deyək ki, onun forması deyək ki, bu qaydadadır, düzdür. Bu videoda deyə bilərik ki, bunu deyək ki, bura bunu yaz, bura bunu yaz, bura bunu yaz, bura bunu yaz, burada bunu yaz, bunu göndər getsin. Cari deyək ki, arayış budur. Heç ağlıma gəlmirdi, indi deyək ki, yadıma düşdü. Deyək ki, bu kalkulyator. Bu kalkulyatorun üstündə deyək ki, rəqəmlər var. Bir deyək ki, bu rəqəmlərin biliyimiz var, riyazi biliyimiz var. Bir deyək ki, bu kalkulyatoru istifadə eləmək biliyimiz var. İndi deyək ki, bunun hansına deyək ki, daha çox vaxt sərfimiz olur. Əlbəttə ki, deyək ki, bu riyazi bilimizə. Bu riyazi biliyimiz olmadan, elə gəlin onunla bu kalkulyatoru öyrənmək, deyək ki, bu riyazi biliyimiz var. Riyazi bilimizə bir hardasa 3 il, 4 il deyək ki, müddət gedir məktəbdə, o deyək ki, universitetdə. Amma bu kalkulyatoru öyrənməyə, bunu deyək ki, riyazi biliyimiz olandan sonra bir kimsə bir 5 dəqiqəlıq dedi ki, bunu bura yazsam, bunun yəni bu kalkulyatorun sistemi budur. Yəni bu kalkulyatorun sistemin deyək ki, bölgənməyə bir 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə vaxt gedir. Kimsə sizə izah elədimsə, bu budur. Amma bunun riyazi biliyimiz olmasa, bunu istifadə edə bilərik? Yox, bunu istifadə edə bilmərik. Amma riyazi biliyi deyək ki, öyrənməyə nə qədər vaxtımız gedir? Riyazi biliyi deyək ki, öyrənməyə, daha mükəmməl öyrənməyə nə bilim 3 il, 4 il, 10 il, 15 il deyək ki, vaxtımız gedir. İndi də gəlib burada deyək ki, praktik cəhətdən deyə bilərik ki, bu cari arayışı, bu da deyək ki, kalkulyator kimi. Bunu bura yaz, bunu bura yaz, çıxdı, getdi. Amma bunun deyək ki, mahiyyəti mənimsəməli. Bunu da indiki dövrdə elədir ki, deyək ki, onun ifadəmə görə üzr istəyirəm, robot kimi mühasib, deyək ki, şirkət üçün, müəssisə üçün ən təhlükəli adamdır. Deyirlər ki, bu riskli bir şey var, bir anlayış var, bu riskli bir vergi ödəyicisi. Ondan da belə təhlükəlidir. Sən bu robot kimi elə bunu yaz, sabah bir gündə bunun sanksiyası gəlsin, yəni bu elə ki, bu düzgün deyil. Heç bu deyək ki, bu mahiyyəti də bir kənara qoysa, bir nəsə biliriksə, onun deyək ki, mahiyyətini qavramalıyıq. Onun üçün də bu videonu 2 hissəyə böldüm. Bu bir hissədə deyək ki, sıfırdan deyək ki, olanlar üçün, həm də bunun mahiyyəti üzrə, ikinci videoda da bunu deyək ki, göndərilməsi qaydasına bir daha mükəmməl şəkildə baxacaq. İndi niyə deyək ki, 2 video belə deyək ki, bölmüşəm, onu da mahiyyətdən daha da aydın özünüz görəcəksiniz. İndi onun üçün deyirəm. Deməli, bu videomuzda biz cari arayışın, həm cari vergi ödəmələrin hüquqi bazası olan bu 151-ci maddədən bəhs edəcəm, həm də bunun əsasında, bu hüquqi baza əsasında cari arayışın göndərməsini praktik cəhətdən tam şəkildə sizə deyək ki, izah edəcəm. Amma bu izah deyək ki, etməyimiz üçün biz gedək bunun mahiyyətini tam qavramağımız üçün. Çünki burada çoxlu sətirlər var. Bir 5-6 dənə, 7-8 dənə sətir var. İndi bunun buradan yəni mahiyyətini bilməyənlər bunları yaz göndər, o yəni ələ gələsi bir şey deyil. Onun üçün gedək bunun mahiyyətini qavrayaq. Ondan sonra bu cari deyək ki, arayışın ikinci videomuzda bunu mükəmməl şəkildə cari arayışın göndərməyin, bunun deyək ki, 151-ci maddədəki bütün maddələrin mahiyyətinə hamısına bir-bir baxacaq. Amma ilk öncə gedək bu deyək ki, birinci videomuzda bu sıfırdan bazı olanlar üçün. İndi gedək deyək ki, ilkin lövhəmizə gedək. Hələlik cari arayışın göndərməyinə ikinci videoda gələcəyik. Maddələrə, mahiyyətinə, niyə belə edir? Burada deyirəm ki, məsələn, bunu bura yazdım, məsələn, bu elədir. Mahiyyətinə gəlmir, bunun mahiyyətinə gəlmir. Bütün hamısının mahiyyəti ikinci videoda. Burada sadəcə olaraq cari vergi ödəmələri ruhi cəhətdən, bunun deyək ki, ruhi cəhətdən qavramağımız üçündür. Mahiyyətin az-çox başa düşməyimiz üçün. Əsas dərsimiz ikinci videodadır. Bu sanki sıfır bazı biliyi olanlar üçündür.
Hə, indi sizi çox yormayın, başlayaq. Deməli, sanki şey var, 2 dənə şirkətimiz var. Onunla bir sol tərəfdəki şirkət, bir sağ tərəfdəki şirkət. Bu, hər ikisinin deyək ki, üzərində cari deyək ki, izah edəcəm. Amma bu şirkətə baxırsan, 2 dənə deyək ki, əməliyyatı var. Kompüter satışı ilə məşğuldur, xərci də deyək ki, 90 min. Amma ki, ikinci şirkətə baxsan, həm kompüter satışı ilə məşğuldur və yaxud digər gəlirləri də var. Ondan sonra deyək ki, keçən ilin zərəri var. Ondan sonra bəzi gəlirlər, sığorta gəlirlərinin azad olması var. Bəzən baxırıq görür ki, mikro sahibkardır. Bu iri, hər cür deyək ki, hər cür əməliyyatı olan şirkəti hələlik saxlayırıq ikinci video. Hələlik bu balaca şirkət üzərindən, iki növ əməliyyatı olan şirkət üzərindən cari vergi ödənişlərinə baxacaq. Bunu qavrayaq, çünki bu ikinci böyük şirkətə baxanda bunun bir dəfəlik bunun üzərinə düşsə, bu cari arayışı yaxşı, mükəmməl bu mənimsəyə bilməyəcək. Onun üçün balaca şirkət üzərindən gedək, ondan sonra ikinci videoda deyək ki, bu böyük şirkətə gələrik. İndi bircə dəqiqədə bunu bir dənə düzəldik. Hə, balaca şirkətə baxırıq. Baxırıq görürük ki, bu adamın kompüter satışından 150 min manat gəliri var. Xərcidə deyək ki, qələmi də aktivləşdirək. Xərcidə deyək ki, 90 min manat. Bu neyinir? İlin axırında gəlir 150 min gəlirindən 90 min xərcin çıxdı. Yerdə qaldı 60 min manat mənfəəti qaldı. Bu 60 min mənfəətlə 20% mənfəət vergisinə vurdu. 12 min manat dövlət büdcəsindən mənfəət vergisi ödəməlidir. Düzdür? Deməli, bu məni... Hə. Ondan sonra gəlirik bu bir şirkətə. Bir dənə də onu da düzəldim. Başlayaq. Hə. Gəlirik deyək ki, bu bir şirkət. Deməli, biz onun da əvvəlki video dərslərimizdə mənfəət dərsini keçəndə mənfəətin azad olmasına 106-cı maddədə azad olmanı deyək ki, 3 hissəyə bölmüşdük. Bəzən olurdu ki, mənfəət vergisinin deyək ki, ödəyicilərinə bu gəlirlərinə azad olma olurdu. Bəzən mənfəətinə azad olma olurdu, bəzən bu vergi dərəcəsinə azad olma olurdu. Deyirdi, 20% mənfəət vergisi verməyəsən, 10% mənfəət vergisi verəsən, 50% dərəcəyə azad olma verirdi. Deməli, mənfəət vergisinin azad olmasının içində 3 qism azad olma var. Gəliri azad olma, mənfəəti azad olma, bu verginin dərəcəsini azad olma. Bu hələlik bizə lazım deyil. Bu gəliri azad olmadan öncəki video dərslərimizdə nəyi keçmişdik? Məsələn, şirkətdə məsələn, deyək ki, şirkət maşınının sığortalatdırır, hansısa bir qəza hadisəsi baş verir, sığorta şirkəti, məsələn, bu müəssisəyə bir 30 min manat sığorta ödənişi edir. Bu da müəssisənin gəliridir, amma sonra da gəlirinə nə etmişdik? Gəlirinə azad olma vermişdik. Bu 30 min gəliri azad olma. Bu növ sığorta gəlirinə deyək ki, gəliri azad olmadır. İndi birazdan onun mahiyyətinə gələcək. Sonra bir də mənfəətə də azad olma vermişdik. Demişdik ki, şirkət 3 şərtə cavab versə, əgər deyək ki, nə demişdik? Minimum, deyək ki, orta aylıq 3 işçisi olsa, ondan sonra B, mikro sahibkar olsa, ondan sonra üçüncü şərtimiz nə idi? Üçüncü şərtimiz o ki, DSNF-yə borcu olmasa, bu 3 şərtə cavab versə, bax, bu mövzular bizim deyək ki, bu videonun mövzusu deyil. Bunu deyək ki, əvvəlki videolarda keçmişdir. Sadəcə olaraq ötəri səhvdən deyirəm. Demişdik ki, bu 3 şərtə cavab versə, gəlirinə yox, mənfəətinə 75% azad olma verir. Bu, deyək ki, el dilində deyir ki, bunun mikro sahibkarlar, deyək ki, 75% azad olma. Deməli, azad olmaları 3 qismə böldük. Bu 3-cü qism hələlik bizə lazım deyil. Bizim bir qism nə idi? Gəliri azad olma. O da nə idi? Bir növünə baxdıq, sığorta gəlirimizə azad olma vermişdik. Düzdür, sığorta hadisəsi baş vermişdi. Sığorta şirkəti bizə 30 min manat pul ödəmişdi. Bu da bizim gəlirimiz idi, gəliri azad olma. Ondan sonra mənfəətə də azad olma vermişdik. Bu maddəni də keçmişdik. Demişdik, mikro sahibkar olsa bu 3 şərtlə cavab versə, mənfəətinin 75%-nə azad olma. Yaxşı, indi gələk buna praktik cəhətdən baxaq. Baxırıq, görürük ki, bu şirkət kompüter satışından, şirkətdə mikro sahibkardır. Kompüter satışından 150 min manat gəlir olur. Düzdür? Ondan sonra bir dənə baxın görün video davam edir. Bir dənə video çəkmir. Hə, video davam edir. Baxdı, deməli bu şirkətin 150 min manat gəliri var, 150 min manat kompüter satışından gəliri var. Bunu bildik. Həmin hadisədə, deyək ki, bu sığorta hadisəsi baş verir. Sığorta şirkəti bu müəssisəyə 30 min manat sığorta deyək ki, ödənişi eləyir. Bu da müəssisənin gəliri. Düzdür? Ondan sonra baxırıq, görürük ki, gəlirdən çıxılan xərci də deyək ki, 90 min manatda gəlirdən çıxılan deyək ki, xərci var.
İndi gəlirik deyək ki, cədvəlimizi qurmağa. Bunun ümumi gəliri nə qədərdir? 150 min kompüter satışından, 30 min manat sığorta ödənişindən, cəmi 180 min manat gəliri var. Düzdür? İndi bu sığorta, bu oldu bizim ümumi gəlirimiz. Bu ümumi gəlirin hansı hissəsini azad olma vermişdi? Bu sığorta məbləğinə 30 min nə demişdi? Sığorta şirkəti sığorta hadisəsinə görə pul ödəyirsə, bu da gəlirdə azad olma vermişdi. İndi gəldik yazdıq gəliri azad olma. Görsən, bu azad olma nəyə tabidir? Gəliri azad olma. İndi bu da gəliri azad olmaya da 30 min yazdıq. Vergiyə cəlb olunan gəlirimiz nə qədər oldu? 180 min ümumi gəlirdən 30 min gəliri azad olmağa çıxdı. Yerdə qaldı 150 min manat o vergiyə cəlb olunan gəlirimiz. Bu 150 min də adı nə oldu? Bu da oldu vergiyə cəlb olunan gəlir. Bu videonu çəkin belə rahat olmur. Hə, bu da oldu bizim vergiyə cəlb olunan gəlirimiz. Düzdür? Bu da oldu bizim vergiyə cəlb olunan gəlirimiz. Gəlirdən çıxılan xərclərimiz nə qədərdir? 90 min manat. Neynədir? 150 min vergiyə cəlb olunan gəlirdən 90 min manat xərcimizi çıxdıq, yerdə qaldı 60 min manat mənfəətimiz. Düzdür? İndi bu şirkəti, bu müəssisədə deyək ki, mikro sahibkar olduğuna nə demişdik? Mənfəətinin 75% azad olması. Yəni bu 3 şərtə cavab verdiyinə mənfəətə 75% azad olma vermişdir. Görsən, bu gəliri azad olmaydı. Onun üçün bunu burada çıxdı. Amma bu nəyə azad olmaydı? Mənfəətə. Onun üçün də bunu burada yox, mənfəətə tətbiq edəcək. Deməli 60 mində mikro sahibkar olduğundan 75%-ə vurduq. Deməli 45 min bunun mənfəətinə azad olma verdik. Düzdür? 45 min mənfəətinə azad olma. Nə oldu sənə? Hə. Gəldik, baxıb gördük ki, mənfəətə də azad olması nə idi? Mikro sahibkar olduğundan 75% buna azad olma verdik. Düzdür? İndi ola bilər ki, bu məcburiyyət demişdi ki, buradakı əməliyyatları çoxdur. Keçən ildən də bir 3000 zərəri olduğundan, bu keçən ildə 3000 zərərini də bura qeyd elədik. İndi gəlirik mənfəət vergisi hesablamağa. 60 min mənfəəti, düzdür, çıxılsın 75% mənfəəti azad olması, çıxılsın keçmiş illərin zərəri, bu deyək ki, zərəri 5 il, deyək ki, 121-ci maddənin tələbləri nəzərə alınmaqla 3000 zərəri çıxdı. 121-ci maddənin əvvəlki videolarında keçmişdik. Hə, deyək ki, bu zərəri də çıxdı. Yerdə qaldı 12 mini. Bu 12 mini də 20% mənfəət vergisini vurduq. Mənfəət vergisi də çıxdı 2400 manat mənfəət vergisi. Gördük? Deməli gəlirik, bir də bayaqçı yerə gəlirik. Deməli, bir oldu, bir müəssisəmiz. Bu oldu, bu bizim olsun kiçik müəssisəmiz, deyək ki. Bu bizim olsun kiçik müəssisəmiz. Bu oldu kiçik müəssisə. Bu oldu kiçik müəssisə. Bu da oldu iri müəssisəmiz. Düzdür? İri müəssisə. Bu da oldu kiçik müəssisəmiz. Düzdür? İndi biz cari arayışı göndərmək üçün, cari arayışları göndərməyə ikinci videoda baxacaq. Hələlik bu müəssisə üzərindən deyək ki, carini göndərək. Burada mahiyyətin az-çox qavrayandan sonra ikinci müəssisə üzərindən onu deyək ki, rahat göndərə biləcək. Yaxşı, indi birinci bu balaca müəssisə üzərindən gedək. İndi bir də fikirləşək ki, bu cari ödənişlər hardan çıxdı? Ona nədə? Hardan meydana çıxdı? İndi gələk bura. Gələk 151, 5 nə idi? Bu ikinci video. Cədvəlimiz. Birinci cədvəlimizə gələk. Hə. İndi deyək ki, bax, bayaq ki, böyük müəssisə hələlik qaldı. Yaxşı. Bizim ümumi deməli bir var bizdə, deyək ki, 2025-ci ilimiz var, bir də var 2026-cı ilimiz. 2026-cı ilimiz. Bu 2026. Deməli bir oldu 2025-ci il, bir də oldu 2026-cı ilimiz. Düzdür? Biz deməli 2025-ci ildə o bayaq qeyd elədiklərimi, deyək ki, o kiçik müəssisə üzərindən gətirək bura. Nə qədər adamın gəliri var idi? Adamın ümumi gəliri nə qədər? 180 min ümumi deyək ki, gəliri var idi. Bir dənə balaca müəssisədə bir əməliyyatı var idi. 180 mindən 90 mini çıxdı, xərclərimiz çıxdı, yerdə qaldı 90 mini, bu 90 mini də vurduq 20%-ə, 90 mini də vurduq 20%-ə, 18 min manat büdcəyə mənfəət vergisi ödəməlidir. Düzdür? İndi bunu da ödədik 2025-ci ildə. İndi bu 2025-ci ildə bu adam 18 min manat mənfəət vergisini ödədi büdcəyə
Prezident də götürdü buradan müəllimlərə maaşını verdi, həkimlərə maaşını verdi, ordunun deyək ki, maaşını verdi, yol çəkdi, xəstəxana tikdi, onu elədi, bunu elədi. Hə, büdcədə pullar boşaldı, düzdür? Büdcədə pullar düşdü sıfıra. İndi müəllimlər ikinci ay maaşa gələndə, indi müəllimlərə demək ki, ay müəllimlər, ay deyək ki, bu vergi deyək ki, ona nədir? Deyək ki, hərbçilər. Siz gözləyin. Bir ildən sonra deyək ki, bu vergi ödəyicisi gəlsin 2026-cı ildə mənfəətini hesablasın, 2026-cı ilin dövriyyəsinə görə mənfəətini hesablasın, gəlirin yazsın, burada da xərcin çıxsın, yerdə qalsın 98.500 manat, 19.700 manatı ödəsin büdcəyə, ondan sonra bir ildən sonra sizə biz deyək ki, maaşlarınızı verərik. Ona kimi indi bu deyək ki, aralıqda büdcə boşalır. İndi prezident də fikirləşir ki, o nətər eləsin ki, bu aralıqda büdcə boşalmasın. Davamlı olaraq deyək ki, büdcədə pul olsun. Düzdür? İndi bu da deyək ki, bu prezident də fikirləşir, bunu deyək ki, neyniyək, deyək ki, Vergilər Nazirinə deyir, bunu nəsə buna bir deyək ki, əncam çəkir. Biz də fikirləşirik, yəni bu mahiyyətini izah eləyə bildim, bu cari ödəniş hardan çıxır? İndi birazdan cari ödənişə gələcək. Yəni bu bir il müddətində bu vergini 2025-də ödədi, üstündən bir il keçəndən sonra bu 19.700 manat vergini 2026-ya görə deyək ki, ödəməlidir büdcə. Arada da bir il boşluq yaranır, o bir ildə boşluqda deyək ki, büdcə düşür sıfıra, onu nəyinəsə doldurmaq lazımdır ki, büdcədə davamlı olaraq deyək ki, pul olsun. İndi bunu da fikirləşdik ki, nətər eləyək? Gəlirik, bu vergi ödəyirik, belə fikirləşirik ki, hə, birinci güya ki, bu vergi ödəyicisi çox istəyir. Baxırıq, görürük ki, bu vergi ödəyicisi birdən-birə 19.700 manat bu vergini ödəyəndə bu adam üçün çətinlik olur. Bir, bu nüans. İkinci nüans nə idi? Büdcə boşalırdı, birdən-birə boşalırdı, birdən-birə dolurdu. İndi biz nə etməliyik? Hə, biz nə etməliyik? Büdcədə eləməliyik ki, davamlı şəkildə pul olsun. Düzdür? İndi gəlirik, bu vergi ödəyicinə deyirik ki, ay Məhəmməd, deyək ki, bu vergi ödəyicisi də Məhəmməddir. Deyirik, ay Məhəmməd, sən bu 2025-ci ildə bunu ödədin büdcəyə, həm sənin üçün bir ildən sonra çoxlu bu vergi ödənişi ödəməməyin üçün, bir də büdcəyə davamlı deyək ki, pul gəlməsi üçün belə bir şərt gətirir. Nə deyirik? Deməli, cari ödənişlərinin iki metodu var. Əlavədən bir dənə xüsusi rejimi var. Deyək ki, bu birinci metod, bu da olsun ikinci metod. Hələlik ikinci metoda gəlmir. Deməli, bu Vergilər Naziri Mikayıl müəllim Məhəmmədə deyir ki, ay Məhəmməd, bizim problemimiz var, gəl problemi həll edir. Deyirəm ki, nətər? Deyir ki, sən onun nədir, keçən il nə qədər mənfəət vergisi ödəmişdin? Yox, bizdə saniyə. Hə, deməli, bir ildə də, deyək ki, 12 ayımız var. Hər, deyək ki, 12 ayımızı 4 rübə bölür. Hər rübün də ayları 3 ay var. Yanvar, fevral, mart. Bu deyək ki, birinci rüb. O zaman ikinci rüb aprel, may, iyul. Üçüncü rüb iyul, avqust, deyək ki, sentyabr. Dördüncü rübümüz oktyabr, noyabr, dekabr. Düzdür? Bunu deyək ki, böldük. Düzdür? Hər rübə görə də bu 2026-nın dövriyyəsidir. Hər rübə görə böldük. Məhəmmədə gələm deyirəm, nə deyirəm? Ay vergi ödəyicisi. Mikayıl müəllim deyir ki, ay Məhəmməd vergi ödəyicisi. Gəl, keçən ildə ödədiyin mənfəət vergisinin hər rüb 4-də 1 deyək ki, 4-də 1 ödə. 25% ödə. Deyirəm ki, bu nətər olur? Deyir ki, bax, 18.000 vur 4-də 1-ə. Nə qədər elədi? Bu da elədi 4.500 manat. Bu birinci rübdə 4.500 manatı ödə büdcəyə. İkinci rüb gəldi. Yenə 18.000 vurulsun 4-də 1. Deyək ki, bu 4.500-ü də ödə büdcəyə. Deyir ki, niyə ödün? Deyirəm, mən narahat olmadan ödə büdcəyə deyəcəm. Ondan sonra üçüncü rübə gəlirik, yenə 18.000. Keçən illərin nə qədər mənfəət verir? Deyir, avans bunları ödə büdcə. Axırda deyək ki, bu şotraşot eləyəcək. Yenə də 18.000-i vurdu 4-də 1-ə. Yenə bu da elədi 4.500 manat. Dördüncü rüb gəldi, yenə 18.000 vergini vurdu 4-də 1-ə. Bu da elədi, deyək ki, 4.500 manat. Düzdür? Məhəmmədə razı salmaq istəyirəm ki, Məhəmməd, bax, birdən-birə 19.700 manat vergini deyək ki, ödəyəndə deyək ki, sənə çətin olur. Dövlətin də elə problemi var ki, büdcə bərabər məbləğdə bu vergi gəlir. Bu istəyirəm ki, büdcədə birdən-birə pul boşalmasın. Davamlı olaraq büdcəyə pul gəlsin. Onun da çıxış yolu nə deyirəm? Deyirəm ki, bu keçən il, deyirəm Məhəmməd, narahat olma. İki metodum var, gələcək. Birinci metodum nədir? Ay Məhəmməd, keçən il ödədiyim vergini 4-də 1 büdcəyə ödə, ilin axırı gələcək, ilin axırı. Bizə dəqiqə, ilin axırına gələk indi, ilin axırına gələk.
ilin axırına gələn. Bu hər il öncədən avans olaraq 4500, 4500, 4500, 4500 ödədi. 2026-cı il gəldi. Mən məsələn 2026-cı ildə büdcəyə sən nə qədər vergi ödəməlisən? Belə olur artıq. Hə, mən məsələn 2026-cı ildə büdcəyə sən nə qədər vergi ödəməlisən? Deməli, 120.000, 2020, bax, buradakı dövriyyələr, bax, buradakı birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rübün dövriyyələrin cəmi bu rəqəmdir. Bu 120.000. 120.000 2026-cı ilə görə sənin gəlirin, düzdür? 21.500 manat da sənin xərcin, düzdür? Yerdə qaldı 98.500 manat. 98.500-ü vurmalıydın 20%. Büdcəyə ödəməliydin 2026-cı ilə görə 19.700 manat mənfəət verirsin. Deyir, indi bunu büdcəyə deyir ki, ödəmə. Amma mən 2026-cı ilə görə avans 4500 vergiləri ödəmişdim axı. Çıx birinci rübün carisi, ödəmişdim bunu. Çıx ikinci rübün carisi, çıx üçüncü rübün carisi, çıx dördüncü rübün carisi. Cəmi carilərim nə qədərdir? 18.000 manat cari ödəmişdim öncədən avans olaraq. Bəyannamə mən də göndərdim. İlin axırı büdcəyə nə qədər vergi ödədim? 1700 manat büdcəyə mən vergi ödədim. Deməli, bax, görürsən, eyni vergin çıxdı. Zaten mən bu 19.700 manatı ödəməliyim. Deməli, büdcə mənə, dövlət prezident mənə nə dedim ki, müəllim? Nə dedim ki, müəllim? Dedi ki, mənə 19.700-ü ödəyəsin. Bu sənə güc olmaması üçün, bir də büdcədə davamlı pul olması üçün 4500 öncədən avans şəklində ödə. Bu oldu, deyək ki, cari vergi ödənişlərinin deyək ki, birinci metodunun mahiyyəti. Burada bir çətin bir şey yoxdur. Deməli, 2025-ci ildə bizim ödədiyimiz vergi nə qədər idi? 18.000 manat. Büdcə bir il gözləməli ki, Məhəmməd bir ildən sonra 19.700 manat vergini 2026-cı ilə görə ödəsin. Nə olurdu? Problem yaradır. Problem də əsası nə idi? Büdcə boşalırdı, düzdür? Büdcəyə davamlı deyək ki, pulla təmin eləmək üçün nə gətirdi? Bu vergi ödəyəcək Məhəmmədlə biz razılaşdıq ki, Məhəmməd, sən onunla hissə avans olaraq bəlkə onunla büdcəyə elə pul ödəyəsən. Bu da ki, lorı dilləri. Amma bunun bir hüquqi əsası olmalıdır. Bu hüquqi əsas da nə idi? Vergi məcəlləsinin 151-ci maddəsi. Ora gətirdi, bir metod gətirdi, iki metod gətirmişik. Birinci metod nə idi? Deyirəm, ay müəllim, deyir ki, ay müəllim, keçən ildə ödədiyim verginin 4/1, bax, gəlirin, xərcin, mənfəəti işlə yox. Ödədiyim 18.000 vergini 4/1 öncədən avans olaraq ödəyirsən büdcəyə. Burada bir çətinimiz yoxdur ki, ilin də axırı gəldi, ilin axırında neynədi? Bəyannamə 2026-cı ilə görə bəyannamə göndərirəm, 120.000 gəliri, 21.500 xərcin, 98.500 mənfəəti, 20%-ə vurdıq, 19.700 manat mənfəət versin ödəməkdir büdcəyə, amma öncədən prezidentə avans olaraq bu 18.000 vergini ödədiyimdən cari olaraq. Yerdə də ilin axırında da mən nə qədər ödədim? 1700 manat vergi. Görürsən, bu mənim əgər üstümə yığılacaqdı, olacaqdı 19.700. Amma hissə ödədiyimdən ilin də sonu mənə axırda da güc düşmədi. Düzdür? Bu oldu cari 1. İndi gəlirik, deyək ki, cari verginin ikinci metoduna gəlirik. İndi dövlət o nə deyir? Deyir, Məhəmməd deyir ki, yox, bu mənim üçün ağırdır. Yəni, onunla bu vergini mən elə ki, bu qədər ödəyə bilmərəm. Bəlkə mənim o qədər gəlirim yoxdur, bəlkə o qədər xərcim yoxdur, bəlkə mənfəət vergim deyək ki, olmayacaq. Deməli, bu metod nə idi? Bu rüblərin gəlirlərinə, xərclərinə baxmadan, maliyyə nəticələrinə baxmadan, elə keçən ilin 4/1 ödəyirdik büdcə, düzdür? İndi gəlir, indi yaxşı, Mikail müəllim deyir ki, müəllim, yaxşı, indi şey deyir, ikinci metodu deyin görüm, ikinci metod nədir? Bu artıq, deyək ki, hər rübün gəlirlərinə uyğun olacaq. İndi bu ikinci metodun bir hissəsi səhvdir, amma ikinci videoda daha bunu mükəmməl şəkildə izah edəcəm. Öncədən də deyək ki, onunla sizi yormaq kimi olmasın, öncədən də deyək ki, dediyim kimi, bu sadəcə sıfırdan bazası olanlara müəyyən anlayışları bu formalaşdırmaq üçündür. İndi deyirəm ki, yaxşı, bu ikinci metodu. Denən görüm nədir? Deyir ki, sən keçən ildə nə qədər mənfəət vergisi ödəmişdin? Deyirəm ki, 18.000 manat. Bu 18.000 ödədiyim mənfəət vergisi ümumi gəlirin içində, bax, ümumi gəlir. Bax, bu hissəsi səhvdir, amma ikinci videoda şey eləyəcək. Onları bu hissəni düzəldəcək. Yaxşı, deyir, ödədiyim vergi 2025-ci ildə ümumi gəlirin içində, mənfəətin içində yox, ha, mənfəətin içində yox. Ümumi gəlirin içində o neçə faizdir?
Mən də gəldim 18.000-i, deyək ki, bura yazın. 18.000 mənfəət vergimi böldüm 180.000 manat. Gəlirimə böldüm 180.000 gəlirə böldüm. Baxdım gördüm nə qədər elədi? Elədi 10%. Bunun adı xüsusi çəkidir. Xüsusi çəki. Deməli, keçən il ödədiyim vergi ümumi gəlirin içində neçə faizdir? Biz də tapdıq ki, nə qədər elədi? 10%. Düzdür? Deyirəm, yaxşı, keç ikinci metodu görüm nədir? Deyir, sənin ümumi bu birinci rübdə gəlirin nə qədərdir? Deyirəm, birinci rübdə gəlirim 25.000 manat, 25.000 manat. Deyir, şimdi nə deyir? Birin xərcinə, mərcinə baxmadım. Xərcinə, mənfəətinə baxmadım. Deyir, birinci rübdə gəliri gətir, yaz bura. Deyirəm, yaxşı, bunu yazdım. 25.000 manat. Deyir, bu 25.000-i keçən ilin xüsusi çəkisinə vur. Xüsusi çəkisi. Xüsusi çəkimiz də nə idi? 10%. Birinci rübün gəlirin, deməli, vurdum 10%-ə. 2000, indi bunu mən sürətlə gedim, ondan sonra mahiyyətinə gələcəm. 2500 vergi. Bu oldu cari. İkinci metoda əsasən cari biri. Ondan sonra ikinci rübün gəlirin, deyir, xərcinə, mərcinə baxma. Xərcinə, mərcinə baxma. Deyək ki, ikinci rübdə gəlirim nə qədərdir? İkinci rübdə gəlirim 30.000 manat. Vur, keçən ilin xüsusi çəkisinə. 10%-ə vurdu. Bu delədi 3000 manat ikinci rübün carisi. Deyək ki, bu ikinci rübün, bu birinci rübün carisi, bu ikinci rübün carisi. Üçüncü rübə gəlirik. Xərcinə baxmırıq. Mənfəət heç nəyinə baxmırıq. Ümumi gəlirinə. Gəlirin götürdüyü 30.000, yenə. Yox, 35.000. 35.000 vurulsun keçən ilin xüsusi çəkisinə nə qədər elədi? 3500 manat, 3500 manat cari üçümüz, üçüncü rübün carisi. Gəlirik, dördüncü rübə xərclərinə baxmırıq. Gəlirimiz nə qədərdir? Gözəl, rübün gəlirlərinə uyğun olaraq. Amma gözəl, əvvəlki norma ağırlaşdırıcı norma. Gəlirimiz də olsa da belə, olmasa da belə deyirdi, mənə maraqlı deyir. Keçən ili 4-1 deyirəm, bala, bəlkə mənim bu gəlirim yoxdur, bəlkə mən vergi verməyəcəm. Yox, biraz elə ki, sanki ağırlaşdırıcı normaydı. Deyir ki, bu keçən ili 4-1 ödə. Amma burada nə cür mən vergi ödəyirəm? Gəlirim varsa, bu vergi cari vergi ödənişi verəcəm, gəlirim yoxsa verməyəcəm. Yaxşı. İndi baxıram, görürəm, burada 30.000-dir, deyək ki, buradakı məbləğ misal olaraq olardı, gəlirim 0. Neyəcəm? 0 vurulsun 10%, cari vergi ödənişi ödəməyəcəm. 0 manat cari, düzdür? İndi bunu silək buradan. Gələk ki, 30.000 manat deyək ki, gəlirimiz var. Yenə də 30.000 manatı qeyd elədik, vurduq 10%-ə. Nə qədər elədik? 3.000 manat da burada bir dənə də cari ödədik. 3.000 manat da burada bir dənə cari. Bu da 4-cü rübün carisi. Deməli, birinci metod nə idi? Keçən il ödədiyim mənfəət versin 4-1 ödüldü büdcə. Düzdür? Bu biraz sanki ağırlaşdırıcı normaydı. Gəlirim olsa da belə, olmasa da belə deyirdi, məcburi sən bunları ödəməlisən. Gəldik, ikinci metodumuz nə idi? Deyir, bununla razı deyilsənsə, belə bir metodun da var. Bu ikinci metodda nə idi? Keçən il ödədiyim vergi ümumi gəlirin içində neçə faizdir? Tapdıq 10%. Bu rübün gəliri nə qədərdir? 25.000. 25.000 burada 10%-ə 2500 manat cari. 30.000 burada 10%-ə 3000 manat cari. 35.000 burada 10%-ə 3500 manat cari. Deyək ki, 30.000 burada 10%-ə xüsusi 3000 manat cari. Dediyim kimi, gözəl gəlirlərimizə uyğun olaraq. Birdən burada olsaydı 0 manat gəlirimiz nə olacaqdı? Yenə deyirəm, 0 vurulsun 10% cari deyək ki, ödəməyəcəkdir. Gəlirlərimizə uyğun olaraq caridir. Bu biraz deyək ki, yumşaq normadır. Bu yüngülləşdirici normadır. Deməli, ilin də axırı gəldi. Deməli, bunu da bir dənə buradan bölək. İlin axırında 2026-ya görə cəmi gəlirim, mənfəət vergi bəyannaməsini verirəm. Yenə eyni qaydada 120.000 gəlirim çıxılsın 21.500 xərcim yerdə qaldı. 98.500 mənfəəti. Bunu da buradan 20%-ə nə qədər eləydi? 19.700 manat 700 manat mənfəət vermişim. Düzdür? Nə qədər cari ödəmişdim? Deməli, nə qədər idi cari? Birinci rübün carisi. Birinci rübün carisi 2500. Düzdür? Birinci rübün carisi 2500. İkinci rübün carisi 3000 ödədikləri, avans olaraq ödədikləri. Üçüncü rübünkü 3500. Dördüncü rübündə nə idi?
Dördüncümüzdə 3000, düzdür? Yerdə də nə qədər cari olmuşdu burada da? 3500, 5500, 9000, 12000. 12000 manat cari ödəmişdim, düzdür? Deməli 19700 çıxılsın ödədiyim 12000 manat cari. Yerdə də nə qədər qaldı? 7700 manatı da ilin axırında ödəyirəm büdcə. Bu pul onsuz da 19700 burada da məndən çıxacaq. Sadəcə olaraq deyək ki, bunun birinci metodu var idi, ondan sonra ikinci metodu var idi. Birinci metod nə idi? Bu keçən il 4də 1 ödəyirdi büdcə. İkinci metod nə idi? Hər rübün gəlirlərini oxuyurlar. Bu bizim oldu loru dildəmiz. Yaxşı. İndi gedək, deyək ki, üçüncü, indi bizi bir dənə də sual maraqlandırır. Deyək ki, bu iki metodu az-çox ümumi cəhətdən bildik. Bəzi hissələri, bir 20% səhvdir, onlara ikinci videoda gələcək. İndi keçək, deyək ki, bir başqa metoda, bir başqa nüansa. Bəzən elə olacaq ki, bu birinci metodu da tətbiq eləmək olmayacaq, ikinci metodu da deyək ki, tətbiq eləmək olmayacaq. İndi o hansı halda o hala gedək. İndi bir dəqiqə gözləyin. İndi bir dəqiqə gözləyin. Bu əvvəlki keçdiklərimizdə də bir dəqiqə alaq, bir də baxaq, ondan sonra üçüncü metoda keçək. Daha doğrusu üçüncü metod yoxdur, xüsusi vergi rejimidir. Xüsusi rejimdir, ona baxaraq. Deməli biz nə etdik? Dövlət dedi ki, ilin axırında ödəməli olduğum vergiləri iki metodla avans ödə. Bizə qələm aktivləşdireyim, avans ödə. Deməli birinci metodumuz nə idi? Metod 1. Bunu hara yazaq? Bunu hara yazaq? Bizə dəqiqə qələm aktivləşdirim. Deməli birinci metodumuz nə idi? Birinci metodumuz o idi ki, keçən illəri ödədiyin mənfəət vergisini 4də 1 ödə. 4500 deyək ki, ödədi. İstəyir bu rublərdə gəlirimiz olsun, istəyir gəlirimiz olmasın, aidiyyəti yox idi. Məcburi qaydada keçən ildəki ödədiyimiz vergiləri 4də 1 ödəyilir. Düzdür? Ondan sonra dedi ki, bir fərqli metod da var, ikinci metod da var. İkinci metodumuzda nə idi? Keçən il ödədiyimiz mənfəət vergisi ümumi gəlirin içində dediyim kimi, hər dəfə bayaqdan 5 dəfə demişəm deyək, üzrü sayda. Keçən il ödədiyimiz mənfəət vergisi ümumi gəlirin içində o neçə faizdir? Getdik xüsusi çəkisini tapdıq. Xüsusi çəkisini tapdıq ki, 10% elədi. Düzdür? 10%. Bura yazdıq deyək ki, 10%. Bura yazdıq deyək ki, 10%. Düzdür? Ondan sonra mən nə etdik? Gəldik hər rübə görə. Hər rübün faktiki maliyyə nəticəsinə görə. Gəlirimizi vurduq, deyək ki, keçən ilin xüsusi çəkisinə 2500 cari. Bu rübün gəlirin 30.000 gəlirin keçən ilin xüsusi çəkisinə vurduq, 3000 manat cari. Bu rübün gəlirini 35.000 gəlirin keçən ilin xüsusi çəkisinə vurduq, 3500. Bu rübün gəlirin 30.000 gəliri keçən ilin xüsusi çəkisinə vurduq, 3000 manat cari ödədik. Düzdür? İndi bizim deməli cari deyək ki, ödənişə görə 2 dənə metodumuz oldu. Amma bəzən elə hal olacaq ki, bu iki metodu tətbiq etmək olmayacaq. O deyək ki, hansı metoddur? İndi deyək ki, ona gələk. Bircə dəqiqə. Hələlik bunları örtək, bu bir tərəfin. Bircə dəqiqədə gələk bura. Biz keçək, deməli birinci metodda da, ikinci metodda da hər iki metodu tətbiq etməyimiz üçün bizə hansı məlumatlar lazımdır? Keçən ilin məlumatları lazımdır. Birinci metodda keçən ilin ödədiyimiz mənfəət vergisi lazım idi. Bircə dəqiqədə. Birinci metodda. Bircə dəqiqə. Birinci metodda o nə lazım idi? Keçən ilin ödədiyimiz mənfəət vergisi, düzdür? İkinci metodu da tətbiq etməyimiz üçün bizə nə lazım idi? Keçən ilin xüsusi çəkisi. Keçən il ödədiyimiz vergi ümumi gəlirinə deyək ki, o neçə faizdir? İndi bəzən ola bilər ki, müəssisə bu il yaranır. Yeni fəaliyyətə başlayır. Bu yeni fəaliyyətə başlayırsa, yox, ondan da üzr istəyirəm. Müəssisənin keçən ili yoxdur.
Bu illər fəaliyyətə başlayıb. İndi bu 2025-ci burada fəaliyyət var idi. Hər iki metodu tətbiq edə bilirdik, düzdür? İndi müəssisənin keçən ili yoxdur. Bu 2026-cı ildə fəaliyyətə başlayıb. İndi bu deyək ki, bu 2025-ci il yoxdursa, bu 2025-ci ildə burada bu qeyd etdiklərimiz yoxdursa, keçən ilin deyək ki, mənfəət vericisi yoxdur. Burada mənfəət vericisi var? Yox, mənfəət vericisi yox. Deməli, birinci metodu tətbiq edə bilməyəcək. 4-də 1, 4-də 1, 4-də 1 götürə bilməyəcək. Buradakı dövriyyəsi var ha. Deyək ki, bu 2026-cı ildə fəaliyyətə başlayıb, buradakı dövriyyələr var. Sadəcə olaraq cariləri birinci metodu hesablamaq üçün buradan fərqli olaraq deyək ki, bu ildə əvvəlki ildə deyək ki, fəaliyyəti olmasa bu mənfəət vericisi yoxdur. Ha, 4-də 1, 4-də 1, 4-də 1, 4-də 1 mən bu deyək ki, cari ödənişləri alıb. Bu birinci metodu tətbiq eləmək olmadı. Eynilə əvvəlki ondan ikinci metodumuzda hansı məlumat lazım idi bizə? Bu deyək ki, ödədiyimiz vergi ümumi gəlir içində, yəni bu xüsusi çəki lazım idi. İndi də əvvəlki deyək ki, 2025-ci ildə fəaliyyəti olmayıbsa, xüsusi çəki var. Burada 0-ı bölürəm, deyək ki, 0 gəlirə, xüsusi çəki çıxdı ki, 0 manat. İndi də burada da 25 min gəliri vuranda 0%-ə nəysə bu metodumu tətbiq edə bilirəm. İkinci metodumu tətbiq edə bilirəm. Yox, ikinci metodda deyək ki, tətbiq eləmək olmur. Onun üçün indi fikirləşirik ki, yaxşı necə eləyək ki, bu adamın burada dövriyyəsi var, birinci rübdə. Deyək ki, 2025-dən fərqli olaraq 2026-cı ildə dövriyyəsi var, amma carilərimi tətbiq edə bilmirəm. Onun üçün neyini? Fərqli bir metod gətirir, xüsusi rejim gətirir. İndi bu xüsusi rejimə keçək. İndi tək əvvəlki də fəaliyyəti olmayan yox ha. Burada deyək ki, hallar çoxdur. İndi bir dənə hallara gələk, bunlara da baxaq bir. Deyək ki, ikinci videomuzda bunları deyək ki, ətraflı şəkildə tam izah eləyəcəm. Hə, baxırıq görürük ki, deməli nəyə görə deyək ki, birinci metodu, ikinci metodu tətbiq edə bilmədi? Əvvəlki ildə əvvəlki ildə fəaliyyəti yox idi. Bu deyək ki, bir an. Əvvəlki ildə fəaliyyəti olub, ümumi gəliri 180 min, deyək ki, xərci də 180 min, burada mənfəət vericisi çıxmadı. Birinci metodu da tətbiq eləyə bilmədim, deyək ki, ikinci metodumu tətbiq eləyə bilmədim. Deməli, bir hal hansı oldu? Əvvəlki ildə fəaliyyəti olmuyor. Əvvəlki ildə vergi tutulan mənfəəti olmuyor. Əvvəlki ili zərərlə bitirib. Fəaliyyəti olub, gəliri var. Ondan sonra xərci də var. Sadəcə olaraq xərci gəlirindən çox olduğundan zərərə gedib. Bu adam burada deyək ki, zərərə gedib. Burada da mənfəət vericisi mənfidir. Deyək ki, bu zərərdir. Mənfəət vericisi olmayacaq. Burada mənfəət vericisi yoxdursa, ondan sonra mən onu xüsusi çəki yox tətbiq etmək olmursa, mən necə birinci metodu, ikinci metodu mən tətbiq edim? Deməli, artıq nə oldu? 3 halda biz xüsusi deyək ki, bir rejimə gedəcəyik. İndi o xüsusi rejim nədir? Birazdan bunlara gələcək. Deməli, nə oldu? Əvvəlki il fəaliyyəti olmuyor. Əvvəlki il vergi tutulan mənfəəti olmuyor. Əvvəlki il zərərlə bitirir və yaxud dördüncü hal odur ki, əvvəlki il deyək ki, əvvəlki il sadələşdirilmiş verginin deyək ki, ödəyicisi olur. Sadələşmiş bu vergi ödəyicilərindən bunu da ətraflı şəkildə ikinci videoda deyək ki, izah eləyəcəm. Deməli, hansı hallarda heç bir metodu tətbiq etmək olmadı? 4 halımız var idi. Əvvəlki il ümumiyyətlə bunun fəaliyyəti olmuyor. Yəni, bu vergi ödəyicisi kimi hələlik doğulmuyor. O zaman əvvəlki il fəaliyyəti olub, amma vergi tutulan mənfəət olmuyor. Əvvəlki il fəaliyyəti olub, amma zərərlə bitirir. Əvvəlki il fəaliyyəti olub, sadəcə olaraq gəlir xərc sistemi ilə işləməyib. Nə sistemi ilə işləyib? Sadələşdirilmiş sistemlə işləyib. Onun üçün də neyinirik? Sadələşmiş sistemdə də gəlir xərc münasibəti yoxdur, ancaq gələn pula görə, deyək ki, hasilata görə vergi olduğundan, onun üçün də cariləri tətbiq eləyə bilmədi. İndi bu 4 halda konkretləşdirək. Nəyi tətbiq eləyəcək? Xüsusi rejimi tətbiq eləyəcək. İndi hələlik bunların üstünü örtüyorum, gedək onunla xüsusi rejimi bir dənə, deyək ki, özümüz üçün lövhə yaransın, xüsusi rejimi izah edeyim. Hə, indi nə edəyək? Özümüzə lövhə açmağımız üçün bunu da ki, əvvəlcədən buradan komprobat eləmişdim, bu dövriyyəmiz 2026-cı il. Bunu gətirək bura ki, bizim üçün asan olsun. Bunu gətirək bura, indi başlayaq. Ondan sonra yuxarı məlumatları yazarıq. Bu biraz qarışıq metoddur. Qarışıq deyəndə ki, biraz qarma-qarışıqdır, amma mahiyyətini başa düşsək, video mən izah eləyim, bir-bir elə ki, vaxtımız çox getməmək üçün mən izah eləyim, ondan sonra ikinci videoda, ondan sonra bir də gələcək üzərinə. Yaxşı, narahat olmayın. Deməli, dövlət o nə deyir? Deyir ki, işdir ki, əvvəlki illərin yoxdur, onda belə eləyək. Bu, deyək ki, birinci rübə görə məndən nə tədbir gəlir?
İndi bir dənə bura yazım. Artan yekun, artan yekun. İkinci videoda gələcək. Artan yekun. Bu niyə belə eləyir bu lövhəni böyüdəndə? Artan yekun. İndi gəldi. Deyir, birinci rübdə gəlirim nə qədərdir? Deyirəm, birinci rübdə gəlirim 25.000 manat. Xərcim nə qədərdir? 2.000 manat. Mənfəətim nə qədərdir? 23.000 manat. Mən reallıqda mən nə qədər vergi verməlidir? Yerdə qalırdı 23.000. Bunu da vururdum 20%-ə. Deməli 4.600 manat vergi verməliyəm. Düzdür? Deyək ki, reallıqda olsa, sən birinci rübdəki bu faylərdə görə bu qədər vergi verməliydin. Yəni, həqiqdən də reallığı budur. İndi bunu bir dənə buradan silək, indi başlayaq. İndi başlayaq dördüncü, deyək ki, üçüncü xüsusi rejimə. Deyir, bu rübdə gəlirin nə qədərdir? 25.000. Gəlir, bizdə saniyə, gəlir 25.000. Düzdür? Gəlir 25.000. Xərcin nə qədərdir? Xərcimiz də oldu 2.000. Düzdür? Yerdə qaldı 23.000. Mən bunu nəsə belə tutmur. Yavaş-yavaş izah edeyim. 23.000. Bunu da vurduq 20%-ə. 20%-ə. Bu nə qədər elədi? 4.600 manat mənfəət verir. Deyirsən, bu reallıqda bunu verməlidir. Amma sən gəl investisiya boğmayım, ortaq bir kompromisə gələ. Bizim mikro sahibkar kimi o 75% azad olmamız var. O 75% deyil. Bu mənfəət vergi, bu cari vergi ödənişlərinin 151-ci maddəsindəki özünün 75%-dir. Bu ikinci videoda hər dəfə deyirəm, ona gələcək. O deyək ki, bu 75%. Bu maddənin özündəki 75%-dir. Deyir, bu 4.600 manatı ödəmə, mən sənin investisiya boğmuram, mən sənə çox deyək ki, ağır vergi mən yükləmirəm. Heç olmazsa minimum 75%-ni ödə. Bunu da 75%-i nə qədər eləyir? Bunu da 75%-i qoy belə kalkülatorda vurum. Deməli 4.600 vur 75%, 3.450 manatın heç olmasa ödə. 3.450 manat. Yəni birinci rübdə bu 3.400 deyək ki, birinci metodu tətbiq eləyə bilmədi, ikinci metodu tətbiq eləyə bilmədi. Deyək ki, bu üçüncü xüsusi rejimdən deyək ki, heç olmasa bu 3.400, amma sən deyir əslində reallıq olaraq da 4.600 manatı ödəmək istəmirəm. Minimum 75%-ni ödə. Bu 75%-ni deyək ki, ödədik. Gəldik, deyək ki, bu ikinci rübə. Deyir, indi bu ikinci rübdə neylə? Bu dövr hansı dövr idi? Yanvar, bir də hansı dövr? Fevral, bir də mart aylarına görə olan dövr. Düzdür? İndi gəlirik bu iki rübə. Bu iki rübə görə gəlirik. Bu iki rübə. Deyir ki, bu iki rübün fərqli metod deyir. Birazdan mən izah edeyim, ondan sonra özünüz başa düşəsiniz. Bu videoyu bir iki dəfə baxandan sonra. Deyir, gəlirlərin. Bu iki rübə görə gəlirin nə qədərdir? 25.000, bu iki rübə görə gəlirin. Ondan sonra 30.000, düzdür? Gəlin bura yazıq, 30.000, bu niyə yazmır? 30.000. Cəmi bu iki rübə görə gəlirin nədir? Cəmi iki rübə görə gəlirim 55.000 manat. Yaxşı. Cəmi bu iki rübə görə xərcimiz nə qədərdir? Xərcimiz, deməli 2.000 birinci rübdə. Ondan sonra deyək ki, 6.500 də bu ikinci rübdə. 6.500. Düzdür, bunu yavaş-yavaş yazım, nəsə. Bu delədir 8.500. Düzdür. Bu iki rübə görə mənfəətim nə qədərdir? Bu iki rübə görə mənfəətim deməli nə qaldı? 46.500. 46.500. Düzdür. Bu 46.500-ü vururuq 20%-ə. Nə qədər eləyir? 46.500-ü 20%-ə vuranda 20%. Bu da eləyir 9.300. 9.300. Deyir, həqiqdən də bu iki rübə görə sən nə qədər mən vergi ödəməliyəm? Deyirəm ki, 9.300. Deyir, heç olmasa 75%-ni ödə. Deyirəm ki, ödədim, amma burada 3.450 manat. Narahat olma da, deyir, narahat olma. Sən bu 9.300, bu iki rübə görə bunu vur 75%-ə. Bu nə qədər eləyir? 9.300 vurdum 75%-ə. Bu delədir 6.795 manat. 6.795 manat. 6.795 manat. Düzdür? 6.795 manat. Deyirəm ödəmişəm. Deyir, narahat olma da. Narahat olma. İndi bu iki rübə görə sən bir hissəsinin cari biri, deyək ki, birinci rübdə ödəmişdir. Bunu buradan çıx. 3.450 manatda çıxdı. Nə qədər qaldı? Çıxılsın 3.450.
Qaldı 3525 manat. 3525 manat. Deyir bunu bir deməli 2 rübə görə nə qədər ödəməkdir? 9300 manat. 75%-ni dedik, heç olmasa ödə. 6795 manatı hansı rüblərə görədir? 2 rübə görə, düzdür? İndi birinci rübdə də bu 3450-sini ödəmişdim. İndi deyir ki, bu ikinci rübdə də ödə 3525 manat. Düzdür? Bunu da başa düşdük. Deyək ki, artan yekunda bax bu deməkdir. İndi gəlirik 3-cü rübə. İndi bu niyə artan yekunda deyil? Hər dəfə sizi deyək ki, saxlayıram ikinci videoda. Bu ikinci videoda izah edəcəm. Bura sadəcə olaraq sıfırdan bazası olanlar üçün siz bir dənə bu hissəni, deyək ki, əsas sxemi, ümumi cəhətdən 20% bilik həcmində bu sxemi deyək ki, yadda saxlayın. İkinci videoda ətraflı şəkildə deyək ki, izah edəcəm, maddələrinə baxacağıq. Bunu deyək ki, praktik olaraq cariləri göndərməyə baxacağıq. Hamısını izah edəcəm. Sadəcə olaraq bu deyək ki, bu sıfırdan bazası olanlar üçün. Yaxşı. Ondan sonra 3-cü rübə gəldi. Deməli, bu birinci rüb hansı deyək aralığı deyək əhatə elədi? Yanvar, mart. İkinci rüb hansı aralığı əhatə elədi? Yanvar, iyun ayı. Bu aralıqda olan dövr. Yanvar, bir də ki, iyun. Düzdür? Ondan sonra gəldi 3-cü rübə. Bu da ikinci rübüydür. Gəldi 3-cü rübə. Deyir, indi artan yekunla 3 rüb üzrə gəlirləri topla. Niyə belə eləyir bu? Gəlir, deməli 25.000 üstə gəlinsin. İkinci rübün gəliri 30.000 üstə gəlinsin. Üçüncü rübün gəliri 35.000. Düzdür? Bu cəmi nə qədər elədi? 55.000, 35.000, 35.000, 35.000. 55.000, 90.000. Düzdür? 90.000. İndi 3 rüb üzrə xərcimiz nə qədər elədi? 2000, düzdür? Üstə gəlinsin. 6500 üstə gəlinsin. 7500. Bağışda bir nəsə qələm şeydir. Deməli 8500 üstə gəlsin 7500, 16000. Bu da elədi 16000. Bu da elədi 16000. Bunu da vuraq 20%-ə. 16000 yox. Yerdə qaldı 74000. Düzdür? 74000. 74000-i vuraq 20%-ə. 74000 də vurdıq. 74.000 də vurdıq 20%-ə. Bu da elədi 14800. Düzdür? 14800. 3 rübə görə. Bunu da qoyacaqdırım bu üzə. 14800. Nə demişdi? Demişdi heç olmasa 75%-ni ödə. Bunu da vururuq. Bunu da vururuq 75%-ə. Bu da gəldi çıxdı. Vur 75%. Bu da gəldi çıxdı 11100. İndi düz gəlməsə bilmirəm. Nə bilim. 11100. 11100. Bu 3 rübə görədir, düzdür? İndi birinci rübdə ödədiyimiz də gələk buradan çıxaq. Birinci rübdə ödədiyimizi gələk buradan çıxaq. 3450. Bu birinci rübdə ödədiyimiz çıxdı. İkinci rübdə mən nə qədər ödəmişdik? 3525. Deyək ki, ikinci rübdə ödədiyimiz. 3525. Burada çıxdıq. Yerdə nə qədər qaldı? 11100. Çıxılsın 3450, çıxılsın 3525, çıxsın 4125. Qaldı yerdə 4125. Hə, deyir indi 3-cü rübdə də nə qədər ödəyəsən? 4125. Bu da oldu 3-cü rübün, düzdür? İndi gələk 4-cü rübə baxaq. Bax, bu artan yekunda budur. Bunun da mahiyyəti var, o biri videoda gələcək. Hə. İndi bunu da bir dənəsini kapravət eləyək, gətirək bura. Bizi incitməsin. Bura getdi. Bunu silim.
İndi gələk 4-cü rübə. Dördüncü rübə gələr 4-cü rübə. Ha, 4 rübə üzrə gəlir. Gəlir. Deməli 25.000. Üstə gəlinsin. Sonra 30.000. Üstə gəlinsin 35.000. Üstə gəlinsin 4-cü rübün gəliri 30.000. Bu da nə qədər elədi? Dəsən 120.000 eləməlidir. 55.000, 90.000, 30.000, 120.000. Düzdür? 120.000. 120.000 bura yazdıq. İndi xərcinə baxaq. Xərclər. Deməli 2.000. 2.000. Üstə gəlinsin. O ikinci rübünkü. 6.500. Üstə gəlinsin. Üçüncü rübün xərci. 7.500. Üstə gəlinsin. Üçüncü rübün xərci 5.500. Bunu da toplayaq. Bu da nə qədər edəməlidir? 8.500 üstə gəl. 7.500 üstə gəlsin 5.500. Bu da elədi 21.500. Düzdür? 21.500. 21.500 var. Sən. 21.500. 21.500. Yerdə nə qədər mənfəətim qaldı? 98.500. Düzdür? 98.500. Bunu da vurduq 20%-ə. Götürürüz. 98.500 vurulsun 20%. Bu da elədi 98.500 vurulsun 20%. Bu da elədi 19.700. Düzdür? Bu da elədi 19.700. Nə demişdi dövlət? Bunun 75%'ini ödə. Vur 75%. Vur 75%. Bu da elədi 14.775. 14.775. Bundan çıxaq. Birinci rübə nə qədər cari ödəmişdim? Birinci rübdən ona baxaq. Birinci 3450. Birinci rübə ödəmişdim 3400. Birinci rübə ödəmişdim 3450 çıxılsın. İkinci rübə ödəmişdim. İkinci rübə ödəmişdim 3525. 3525. Düzdür? Üçüncü rübə nə qədər ödəmişdim? 4125. Yerdə nə qaldı? 3675. Yerdə qaldı 3675. Düzdür? İndi bunu da gətirdik yazıq bura. 3675. Vəsə. Deməli biz nə etdik? Bir də başdan başlayaq. Deməli artan deyək ki, bu yekundan işlədir. Bu birinci rübün gəlirini deyək ki, hesabladıq. Görürsüz? Bax, birinci rübün gəliri çıxsın xərci 23.000, 20%-ə 4600, dövlət dedikcə onca 75%-ni ödə. 3450 manatı birinci rübdə deyək ki, ödədi. Bu ikinci rübə nə etdi? Hər iki rübün gəlirini toparladıq. Hər iki rübün xərcini toparladıq. 46, bu niyə belədir? Ora gələcək sonra. Qaldı 46.500. Onu da vurduq 20%, elədi 9.300. Minimum 75%'ini hesabladıq. 6.795 manat ödəməliyəm 2 rübə. Amma bir hissəsini ödəmişdim axı birinci rübdə 3.450 manat. 3.450 manatı da çıxdım. 3.525 manat da ikinci rübdə deyək ki, ödədim. Ondan sonra gəlirəm deyək ki, üçüncü rübə. Nə etdim? Artan yekunla.
3 rüb üzrə cəmi gəliri, 3 rüb üzrə cəmi xərci, yerdə qaldı 74.000 mənfəəti, 20%-ə vurduq, 14.800 manat 3 rübə görə hesablandı vergi, minimum 75%, bu da elədi 11.100 manat. Amma birinci rüb ödədiyim 3450-ni çıxdım, ikinci rübdəki ödədiyim 3525 çıxdım, üçüncü rübə deməli nə qədər ödənməliyəm? 4125 manatı ödənməliyəm. Dördüncü rübə gəldik, dördüncü rübə. 4 rüb üzrə gəliri, 4 rüb üzrə xərci, 4 rüb üzrə mənfəəti, 20%-ə 19700 manat ödənməliyəm. Amma məni boğmadı, dedi ancaq 75%-ni ödə. Bu da elədi 14725 manat. Amma mən birinci rübdəki ödəmişdim, ikinci rüb ödəmişdim, üçüncü rüb ödəmişdim. Bunları çıxdım. Yerdə qaldı 3675 manat. Bundakı 4-cü rübdə ödədim büdcəyə. Yaxşı. Deməli bunu hansı hallarda tətbiq edə bilmədik? Hansı hallarda? 4 dənə halımız vardı. Düzdür? O 4 hal hansı idi? Bir də onlara baxaq. Ondan sonra keçək deyək ki, bu ikinci videomuza. Yaxşı. Bu 4 hal. Siz özünüz baxarsınız, videoda incələrsiniz. O 4 hala özünüz baxarsınız. İndi gedək bu carilərin deyək ki, bu göndərməklərinə baxaq. Bu carilərin deyək ki, bu göndərməklərinə. Bunu ümumi cəhətdən deyək ki, anlayışımız oldu. Ondan sonra gedək 151-ci maddəyə əsasən deyək ki, carimizi deyək ki, göndərək. Deməli, bu carinin göndərməsinin deyək ki, arayışları da var. Yəni hesabat nətər mənfəət verisi bəyannaməsi vermirik, ƏDV vermirik. Eyni ilə də bunu da misal olaraq deyirəm ki, arayışın verməli, hesabatın verməli. Deyək ki, əsas adı deyək ki, arayışdır. Dövlət deyir ki, bu birinci metod nə idi? Keçən ildəki 4də1, 4də1, 4də1. İndi verginin bazasında mən keçən il mənfəət bəyannaməmi göndərdim. 18.000 manat vergi hesablandı. Bu vergi elə verginin bazasında var da. Deyir ki, sənin arayışı göndərməyə ehtiyac yoxdur. Yəni bu 4500 dərbi 4500, 4500, 4500 ödür deyə bayaqları. Burada deyək ki, 4500, 4500, 4500, 4500 deyək ki, ödədi. Buna görə hesabat vermə. Əgər sən bu metoda razı olmusansa, arayış göndərmə. Mən elə özüm hər il avtomatik olaraq yanvar, fevral, mart ayı bitən kimi oradan birinci rübə görə mən 4500-ü özüm götürəcəm. O sonra 4500-ü özüm götürəcəm ikinci rübdə. 4500-ü deyək ki, bankdan və yaxud şəxsi vərəqədən o 4500-ü özüm götürəcəm. Ondan sonra 2000 deyək ki, oktyabr, noyabr, dekabr aylarına 4-cü rübə görə 4500-ü özüm sənin üçün eləyəcəm, hesablanacaq. Sən heç bir əziyyət çəkmə, yaxşı? Çünki bu birinci metodda nə idi? Elə keçən ilin 4də1-i bu 4də1-in də onsuz da biz hesabatını verəndə bu vergi orqanında bu məlumatlar var. Deyək ki, bu götürür. Amma deyək ki, gəlirik deyək ki, ikinci metoda. İndi bu birinci metodu mən cədvəl formasında hazırlamışdım. Bu istəsəniz sizə də göndərərəm. Sonra WhatsApp-a yazarsınız, belə göndərərəm. 180.000 keçən ilin gəliri. Ondan sonra xərcimiz 90.000, yerdə qaldı 90.000, 18.000-i ödürdük büdcə. Düzdür, büdcə saniyyədə gözləyin. Hə. Bu 18.000-i ödürdük büdcə. Birinci metodumuz nə idi? Keçən ilin 4də1, 4də1, 4də1. Görürsən 25.000 gəlirimiz var, 2.000 xərcimiz var, yerdə qalırdı 23.000, 4.600 manat mənfəət verisi ödəməkdir. Amma dövlət nə dedi? Lazım deyil. Sən heç bir bu rübdəki heç bir məlumatların lazım deyil. Mən keçən ildə ödədiyim mənfəət verisini 4də1, 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 4də1 özüm götürəcəm. Deməli, birinci rübdə 4500 götür hesabladı, 4500 hesabladı, 4500 hesabladı, 4500 hesabladı. Cəmi cari nə qədər ödədim? 18.000 manat cari. İlin axırı gəldi, mən neynədim? 2026-cı ilə görə mənfəət vergisi bəyannaməmi verdim. Mənə vergi hesablandı 19.700 manat. Deməli, buradakı gözən dövrələri götürüm. 120.000 manat 4 rüb üzrə gəlirim. Ondan sonra 21.500 manat 4 rüb üzrə xərcim çıxdı, qaldı 98.500 manat. Mənfəət vergi bəyannaməmi 20%-ə vurdu, elədi 19.700 manat. İlin axırında gəldi, nə oldu? Deməli, bax, bu da bizim şəxsi vərəqədir. Bunu da deyək ki, hazırlamışam sizə. Vergi orqanı, deməli, birinci rübdə 4500 şəxsi vərəqəyə deyək ki, bu işlədi, bunu deyək ki, ödədik büdcəyə. Ondan sonra ikinci rübdə özü 4500 manat hesablama verdi bu vergi orqanı özü. Ondan sonra 4500 manat ödədi büdcəyə. Üçüncü rüb eyni ilə, dördüncü rüb eyni ilə. Deməli, büdcədə bizim cəmi nə qədər carilərimiz yığılır? Büdcədə bizim cəmi carilərimiz yığılır. Bircə saniyə. Büdcədə cəmi carilərimiz yığıldı. Deməli, 18.000 manat cari yığıldı. Gəldik, bu hesabatımızı da verdi. 19.700 manat vergi hesablandı. Bu 19.700 manat vergi hesablandı. Ödədim carilər çıxdı. İlin axırında da büdcəyə nə qədər dəyişib ödəməli? Şəxsi vərəqəyə düşdü ki, 1700 manat. Bunu da neyinirik? Bunu da getdik, bankdan deyək ki, 1700 manatı da deyək ki, ödədik, qutardı, getdi.
Bu oldu birinci rubl. Bu sıfırla bazası olanlar üçün deyək ki, birinci rubl deyək ki, carısını göndərdi. Yaxşı, burada arayış belə göndərib eləm. Yuxarıda arayış formasını əlavə eləmişəm, amma əslində birinci metodu deyək ki, seçənlərə arayış lazım deyil. Birinci metodu seçənlərə arayış lazım deyil. İndi gəlirik bura, görürsən arayışın üstündə xətt çəkmişəm. İkinci metodda, ondan sonra deyək ki, xüsusi rejimdə arayış formaları var. Amma birinci metodda arayışı deyək ki, göndərmirsən. Deyək ki, ondan sonra ikinci videoda bunları ətraf şəkildə bir də daha da dərinliklə izah edəcəm. Ondan sonra ikinci metodumuz nə idi? Xüsusi çəki metodu. İndi gəl bunun amacı arayışı biz özümüz göndərməliyik. Çünki bu vergi orqanı bilmir bizim dövrələrimizi. Bilir, indi nəsə ona gələcək. Deməli, deyək ki, ikinci bir şey seçmişik, deyək ki, metodu. Keçən il bəyannaməni göndərdi, 180 min gəliri, 90 min xərci, yerdə qaldı 90 min mənfəətimiz, 20% vurdu, 18 min vergi hesablanır. Biz deyirik ki, yox, mən şey edirəm, ikinci metodu seçirəm. Onda mən nə etməliyik? Onda gəlməliyik, bu vergi orqanına arayışı göndərməliyik. İlk öncə cədvələ baxaq, ondan sonra davam edərik. Deməli, bizim xüsusi çəkimiz nə qədər idi? Bu 18 min, ümumi gəlirinizdə nə qədər idi? 10%. Deməli, burada 25 min gəlirim var, ondan sonra 2 min manat xərcim var, yerdə qalırdı 23 min manat mənfəətim. Dövlət nə deyirdi? Xüsusi çəkimiz nə idi? Xüsusi çəkini hara tətbiq edirdi? Səhvdir ha, amma sonra ikinci videoda mən şeyləri düzəldəcəm, narahat olmayın. Deməli, xüsusi çəkini, deməli 25 mini vurduq 10%-ə, birinci rüb carimiz nə qədər çıxdı? Birinci metoddan o nə qədər cari ödəməli idik? 4500, 4500, 4500, 4500. Amma xüsusi çəki metodundan, ikinci metoddan nə elədi? Ümumi gəliri vurduq bu normaya çıxdı. Deyək ki, bu 2500. Bunu da burasına baxa, bura baxa formula. Görsən, 25 mini vurmuşam bu xüsusi çəkiyə, oranı tapmışam. 2500 tapmışam. Sonra eyni ilə deyək ki, ikinci rübdə 30 min gəlir. Ondan sonra deyək ki, onu da vurdum. Deyək ki, 10%-ə 3000 cari. Ondan sonra üçüncü rüb 30 min bayaq elə misalımız üzərində qurmuşam ki, belə rahat olsun. 35 min gəlirimiz, xərcimiz, mərcimiz heç nəyinə baxmadı. 35 min elə vururuq. Deyək ki, 10%-ə 3500 manat carimiz. Oktyabr ayı gəldi, 30 min gəlirimiz, 10%-ə vurduq, 3000 carimiz, ümumi cari ödəmişik 12 min. İlin axırı bəyannaməni verdi, 19.700 manat vergi hesablandı, ödədiyimiz 12 min carini çıxdı, qalan məbləği də ödədi. Büdcə, bunu da dəsən şəxsi vərəqəsini hazırlamışdım. Bircə saniyəmin gətirək, deyək ki, aşağı. Hə, görsən, bu dəfə o biri şeydə, onun birinci metodu deyək ki, elə seçəndə burada nə idi? 4500, 4500, 4500, 4500, 4500. Amma burada nətər idi? Görsən, birinci rübdə carimiz nə qədər idi? Birinci rübdə carimiz, deyək ki, 2500, deyək ki, üçüncü rübdə 3000, 3500, üçüncü rübdə, dördüncü rübdə də 3000, cəmi cari nə qədər cari ödəmişdi? 12 min idi cari. Yəni, baxın, görün. 12 min manat cəmi cari ödəmişdi, amma hesablanan vergimiz nə qədər idi? 19.700. Əslində olan. Çıxdı, yerdə qaldı. 7.700-ü ödəməkdir büdcə. İlin axırı gəldi mənfəət bəyannaməsi kimi bəyannaməni verir. Bu hesablama düşür bura. Ondan sonra bu 7.700-də gedirik, ödürük. Sonra bundan qutardı. Bu da bizim cədvəlimiz. Yox. Bunun deyək ki, arayış formasına baxaq. Bəlkə bunun deyək ki, arayış formasının burada bəhs yox. Elə bəhs eləyək. Görsən, bax, mən bu cədvəli də öncədən hazırlamışam, bunu deyərsiniz, bunu göndərərsən. Bax, bu deyək ki, arayış formamız ona belədir. Burada deyək ki, mikro sahibkarlara deyək ki, hələ toxunmuram, ikinci videoda deyəcəm. Deyək ki, birinci rübü yazaq bura, bircə saniyə buranı aktivləşdirin. Bunu da belə yazdıq. Deyək ki, birinci rübdür, düzdür. Deməli, bunun deyək ki, arayış formasına baxırıq. Bu deyək ki, arayış formasında keçən ilin gəliri, bunu özü deyək ki, avtomatik verir. Bu 180 min bura düşür. Ondan sonra keçən il hesablanan vergisi, bunu da ki, o bir videoda ətraf şəkildə deyəcəm. Orada bu hansı bu formulları əsasən deyək ki, hesablanır, onu da deyəcəm. 180 min deyək ki, bu ikinci arayışı, bu ikinci metodu tətbiq eləməyimiz üçün bizə nə lazım idi? Keçən ilin onun nədir? Gəliri. Nə lazım idi? Elə keçən ilin vergisi. 180 min keçən ilin vergisi, 18 yox, gəliri. 18 min keçən ilin mənfəət vergisi, xüsusi çəki nə qədər idi, özü avtomatik hesablandı, 10%. Ondan sonra gəlir nə edir? Burada da biz də özümüz götürürük. Bax, bu hissələr avtomatik düşür. Bu hissələri cari deyək ki, arayışı belə göndərəndə özün yazmırsan. Çünki bu hansı məlumatdır bu? Keçən il özün mənfəət bəyannaməsi göndərmirsən, bu vergi orqanı məlumat bazasında var. Buranı avtomatik olaraq özə gətirir məlumat. Bura heç nə toxunmaq olmur. Ondan sonra keçən il bu vergi orqanında sənin deyək ki, ödədiyin bu verginin məlumatları olduğundan bu
Bu hissədə deyək ki, avtomatikdir. Bura heç bir məlumatları özün daxil edə bilmirsən. Ondan sonra 10% də özü avtomatik olaraq hesabladı. Sənin bir dənə əziyyət çəkməli olduğun nədir? 293-cü sətrə gəlirsən. Deyək ki, bu 25.000 manat məbləği bura qeyd edirsən. 25.000 manat məbləği qeyd edilən kimi proqramın özü deyək ki, buradakı 25.000-i vurdu, buradakı xüsusi çəkiyə bunların da məlumatı var. Dediyim kimi ikinci videoda ətraflıca burada azad olmalar var, nə bilim zərəri var. Onların hamısını ikinci videoda ətraf şəkildə deyək ki, izah edəcəm. Bunlar avtomatik düşdü, 25.000-i özün yazdın, 25.000-i özü yuxarıdakı 10%-ə vurdu, 2500 manat cari deyək ki, elədi, hesabladı. İndi gəlirik, bura olanlar bu verginin deyək bazasında yoxdur, amma özüm əlavə eləmişəm. İkinci rübü bura, ikinci rübü. Deyək ki, ikinci rübü yazdıq. Özü avtomatik olaraq bu ikinci rübü deyək ki, gəlirin gətirdi, xüsusi çəkiyə vurdu, 3000 manat cari. Eyni ilə deyək ki, üçüncü rübü. Özü deyək ki, özün məlumatı. Bu məlumatları özün yap. Prosta mən cədvəldə özümü deyək ki, avtomatik düzəltmişəm. 4-cü rübü də yazdım. Ondan sonra bu 4-cü rübə görə özü gətirdi avtomatik deyək ki, bu carini deyək ki, buradakı şeylərdir, hesabladı. Bu avtomatik verginin bazasında yoxdur. Bu məlumatlar, bu 30.000 məlumatları, 20.000 məlumatları, bunlara uyğun məlumatları özün gətirirsən, bura daxil edirsən. 25.000-i yazsan, 30.000-i yazsan, 35.000-i yazsan, hər bir deyək ki, 30.000-i yazsan, özü deyək ki, hesablayır. Sadəcə olaraq bu hissəni özün elə ki, özüm hazırlamışam ki, sizin üçün deyək ki, baxanda ki, olsun, rahat olsun. Bu ikinci rübü carimiz, düzdür. Ondan sonra gəlirik, üçüncüyə baxırıq. Bizim xüsusi rejimimiz var. O da nəyə əsasən idi? Artan yekün. Hər rübü üzrə gəlirlər, birinci rübü hesablayırdıq. İkinci rübü hesablayanda hər iki rübü gəlirləri toplayırdıq. Bundakı arayış forması var. Bəli, bundakı özümüz göndərməli. İndi birinci deyək ki, cədvəlimizə baxaq. Və burada 151.5 var. Bizdə var. Bizdə var idi, deməli. Bizdə deməli var idi. Bizdə deməli var idi. Bir metod var idi, 151.1. Bir metod var idi, 151.2. Bu metod 1 idi. Metod bu 1. Bu metod 2. Bu da metod xüsusi rejim idi. Düzdür? Xüsusi rejim. İndi bu birinci metoda görə nə edirdi? Arayış göndərmirdi. İkinci metoda görə nə edirdi? Bayaqları arayış göndərdi. Deyək ki, bu hissədə göndərdi. Düzdür? Ondan sonra üçüncü metoda gəlirik. Deyək ki, xüsusi rejimə. Xüsusi rejimin görə cədvəli deyək ki, fərqlidir. Bunları da kimlər göndərirdi? Əvvəlkilərdə fəaliyyəti olmayanlar, əvvəlkilərdə zərəri olanlar, əvvəlkilərdə bu vergiddən mənfəət olmayanlar, sadələşmiş verginin deyək ki, ödəyiciləri, həminki dövrələr. Nə demişdik? Əvvəlkilərdə fəaliyyəti olmayanlar. Düzdür? Deyək ki, əvvəlkidə fəaliyyəti yoxdur. Buranı düzəldim. Bax, birinci metodu tətbiq eləmək olmadı. İkinci metodu tətbiq eləmək olmadı. Dövlət nə demişdi? Xüsusi rejim gətirmişəm. Neynədir? 25.000 gəlirimiz, 2.000 xərcimiz, gəldim özüm avtomatik deyək ki, burada elədim, hesabladım. Nə qədər elədi? 3.450 manat. Bu deyək ki, 25.000-dən 2.000 çıxdım, 23.000, onu da vurdum 20%-ə. Bax, düsturumuza baxaq. Deməli, 23.000 yox idi. 23.000-i vurdum 20%-ə. Nə demişdi? Minimum 75%-ni ödəm. Minimumda 75%-ni nə qədər elədi? 3.450 manat. Bax, necə yox, bayaqçı kimidir. Bax, bayaq lövhədə biz nə yazmışdıq? Bayaq nə yazmışdıq lövhədə? 3450 manat. Görsən, bir rübü üzrə gəlirini hesabla. İkinci rübüdə biz nə eləmişdik? 2 rübü üzrə gəlirin xərcini dəyişib toplamışdıq. Gəlirik bura. Gəlirik bura. Ondan sonra deyək ki, ikinci rübü 30.000, ondan sonra 6.500 manat da xərci. Amma nə eləmişdik? Görsən, bax, birinci rübün gəliri, ondan sonra yox, birinci, ikinci rübün gəliri, birinci, ikinci rübün xərci, ondan sonra vurduq 20%-ə, vurduq 75%-ə, ondan sonra birinci rübün ödədiyimiz bu vergini çıxdıq, düzdür? Ondan sonra gəlir. Bu da nə elədi? 3525 manat, düzdür? Deməli, 2 rübün gəlirini topladıq, 2 rübün xərcini topladıq, vurduq 75%-ə, yox, vurduq 20%-ə, ondan sonra vurduq 75%-ə, düzdür? Ondan sonra, deyək ki, burada da 3-cü rübdə 3 rübün gəlirini topladıq, 3 rübün xərcini topladıq, ondan sonra vurduq 20%-ə, vurduq 75%-ə, bu 2 rübün ödədiyimiz vergiləri çıxdıq, 4125 manat. Eyni ilə qaydada deyək ki, bu 4-cü rüb. İndi burada nə edirik? Burada nə edirik? Bunların hamısını özümüz doldurmalıyıq. Gəldi, deyək ki, birinci rübdür, düzdür? 25.000-i yazdım. Bunlara deyək ki, ikinci metodda onunla da ikinci videoda gələcək. 25.000-i yazdım, 2.000 xərcimi yazdım, yerdə qaldı 23.000. Bu neynədir? Bu neynədir? Bu da 25.000-dən 2.000-i çıxdı. Bu formulu biraz başqa cür eləmişəm.
25 mindən 2000 çıxdı, yerdə qaldı 23 min, vurdu 20%, 75%-ni deyək ki, ödədi. İndi bura gəlin, bax, bunu deyək ki, özüm avtomatik düzəltmişəm. İkinci rübü vurdum, ikinci rübü. Deyək ki, ikinci rübü. Görsən, 2 rübü üzrə gəliri 55 min. Bax, bu 2 rübü üzrə gəliri 55 min. Gətirsən 55 mini buraya deyək ki, yazdım. 296-cı sətrə. Özünüz videoyu deyək ki, dəfələrlə baxarsınız. Ondan sonra 2 rübü üzrə xərci. Bax, 2 rübü üzrə xərc nə qədərdir? 2000, 6500. Bu 8500 də bura yazdın. Özü avtomatik 46500 manatı hesabladı. O zaman 46500-dən özünün ödədiyin, deyək ki, birinci rübdə o nə qədər deyək ki, ödəmişdin? 3450 manat. 3450 manatı çıxdı. İkinci rübə 3525 manatı ödəməlisən büdcəyə. Ondan sonra üçüncü rübdə bura yazaq, bir dənə buna baxaq. Ondan sonra ikinci videoya keçək. Görsən, 3 rübə üzrə gəlir. 25 min, 30 min, 35 min. Nə elədi? 90 min. 3 rübə üzrə xərci. Nə elədi? Deyək ki, 2000, 6500, 7500, 16000 xərci, 74000 qaldı. Onu da burada 20%, burada 75%, birinci rübdən ikinci rübün ödəniləm çıxdı, 4125 manat. Burada da nə qədər idi? 4125 manat. Əvvəlki videoda da nə qədər hesablamışdı? 4125 manat. Ondan sonra gəlirik. Ondan sonra dördüncü rübü buradan yazın. Dördüncü rübü. Dördüncü rübü yazdım. 4 rübü üzrə gəlirim 120 min. 1, 2, 3, 4 rübü üzrə mən cəmi gəlirim 120 min. 4 rübü üzrə xərcim nə qədər elədi? 21500. 21500 getdim bura yazdım. 98500 alındı aradakı fərq. Onu da burada 20%, burada 75%. Birinci rübü çıxdı, ikinci rübü çıxdı. Gəlin onunla elə belə bunu özümüz üçün hesablayaq. Bax, bura bir dənə yazdım. Bizdə saniyə gözləyin. Bax. İndi mən yaza biləcəm. Bəlkə bunu şey eləyərik, ikinci videoda beləyərik. Elə ki, avtomat orada elə ki, bu cədvəlləri hazır yığmışam. Baxın, bax. Bax, burada bunların hamısını özüm avtomatik açıqlamalı mən yazmışam. Bu birinci videonu nə qədər çox eləsən, o qədər qarmaqaçıq olacaq. Əsas odur ki, orada birinci videoda deyək ki, ümumi sxemi başa düşür. İkinci videoda ətraflı şəkildə hamısının baza necə, deyək ki, ABC bazası o necə hesablayır, onu hamısını bir-bir izah edəcəm sizə. Yaxşı bunu saxlamışdım. Hə, bu belə. Bu belə. Sonra nəyə deyək ki, izah edəm. Hə, bunları da göndərilməsi qaydalarını orada deyək ki, ətraflı şəkildə deyək ki, ikinci videoda izah edəcəm. Ondan sonra nə elədik? Gələk bir dənə də əvvəlki lövhəmizə. Burada yox. Birinci videomuz artıq bəsdir. Bunu çox şeyləməyək. Onları yükləməyək. Məmnəyə özünüz də baxarsınız. Onda kimə də cədvəl lazım olsa yazar. Bu elə ki, bizim oldu, deyək ki, ilkin xarakteri, deyək ki, biliyimiz. Baxdıq, gördük ki, deməli, 3 dənə olan, deməli, 2 növ carinin ümumi cəhətdən mahiyyətini başa düşdük, dövlətin məqsədini başa düşdük. Ondan sonra dövlət dedi ki, bizə 2 növ carimiz var. Deməli, birinci metod, ikinci metod. Birinci metod nə idi? Deyirdi, arayış göndərmirsən, elə keçən ilin, elə 4-1, 4-1, 4-1, 4-1-in 4500-ləri deyək ki, özüm götürəcəm. İkinci metod nə idi? Deməli, birinci metodda bu ilimizin gəlirlərinə, xərclərinə baxırdı, yox. Bu ilimizin dövriyyələrin heç birisinə baxmırdı. Ancaq keçən illər görə 4-1, 4-1, 4-1, 4-1 götürürdü. Amma ikinci metodda nə idi? Hər rübün faktiki maliyyə nəticələrinə baxırdı. Sadəcə olaraq keçən ildəki ödədiyimiz mənfəət vergisinin ümumi gəlirdə xüsusi çəkisini tapdıq. Tapdıq ki, 10%. Hər rüb gəlirimizi 10%, 10%, 10% vururdıq, ödürdük büdcəyə. Ondan sonra da bir dənə də problem qarşımıza çıxdı. Ola bilər ki, 2026-cı ildə fəaliyyət göstərmişik, gəlirimiz, xərcimiz var. Amma ki, 2025-ci ildə fəaliyyətimiz yoxdur və yaxud mənfəət vergisinin ödəyici olmamışıq və yaxud sadələşmiş verginin ödəyici olmuşuq. Ümumiyyətlə 2025-ci ildə məndən əsər əlamət olmuyor. Bu 4 halda, yəni bölünmə olmuyor. Bu 4 halda nə olur? Problem ortaya çıxdı. Dövlət xüsusi rejim gətirdi. Xüsusi rejimin də mahiyyəti nə idi? Artan yükümlər. Maliyyə nəticələrimizə deyək ki, uyğun olaraq hər rübə görə gəlirimizi hesablayırdıq, xərcimizi hesablayırdıq, 20%-ə vururduq. Dövlət də bizi deyək ki, bu vergi cəhətdən boğmurdu. Deyirdi ki, o riskli orta deyək ki, kompromisə gəlirdi. Deyirdi ki, olmasa minimum 75%-ni ödə, minimum deyək ki, minimum 75%-ni ödürdüm. İlin axırında mənfəət vergi bəyannaməsini verdim. Nə qədər vergim hesablanırsa, əvvəlcədən avans qaydada deyək ki, ödədiyim çağrılarda bir-bir hamısı çıxılırdı. Bu deyək ki, birinci videomuz məncə deyək ki, elə bu qədər bəhs eləyər.
İnşallah o bir videoya elə baxarsınız, orada ətraflı şəkildə hamısını eləyəcəm, izah eləyəcəm. Bəyənli deyək ki, arayışları göndərməyin, deyək ki, orada azad olmalarımız gəlir. Bir dənə ikinci videoda onunla bir nəzər yetirək. Ondan sonra bax görsən, bax bizim orada. Bax görsən, bayaqları ancaq gəlirimiz var idi, bir də xərcimiz var idi. Buna baxaq. Bax görsən ancaq gəlirimiz var, bir də xərcimiz var. Amma bu ikinci videoya gələndə bunun sətirləri çoxdur. Bu birinci videoda ətraflı bir zaman izah eləmək olur, qarma qarışıq olur. Bunu gərək mahiyyətən izah eləsən, ondan sonra gələsən. Görsən, artıq ikinci videoda ümumi gəlirimiz var, gəliri azad olması var. Burada onun nətər məsələ keçmişdi? Bax burada. Lövhədə birinci yazmışdıq, bir böyük məsələmiz var idi. Görsən, bu balaca şirkət idi, 2 dənə deyək əməliyyatı var idi. Amma bu nə idi? Bu böyük şirkət idi. Burada gəliri var idi, gəliri azad olma olan sığorta gəliri var idi. Ondan sonra mikro sahibkar idi, ondan sonra zərəri var idi. Artıq deyək ki, bu ikinci videoda, birinci videoda müəyyən bazı biliklərimiz olduğundan ikinci videomuz bizim üçün deyək ki, asan olur. Görsən, gəliri var, gəliri azad olması var, ondan sonra xərcləri var, ondan sonra mənfəəti azad olması var, o mikro sahibkarı var, zərəri var, ondan sonra cairini deyək ki, hesablayır. Amma birinci videoda bu məlumatlar yox idi. İkinci videoda bunları deyək ki, ətraflı şəkildə izah eləyəcəm, cədvəllərimiz hazır formada sizin üçün yığmışam. Ondan sonra da burada da deyək ki, vergi məlumat bazası bunları necə avtomatik hesablayır, o məlumatları da sizinlə paylaşacağım. Yaxşı? Mən elə biləm kifayət eləyər. Çox sağ olun. Mən də sağ olun, siz də sağ olun.